İndi baxaq Mikail Müşfiqin Yağış yağarkən şeirinin təhlilinə. Bu şeir məsnəvi formasında yazılıb. Məsnəvi formasında. Məsnəvi necə qafiyələnir? A, B, C. Yəni cüt-cüt qafiyələnir. Gür damlalar, nur damlalar. A, toqquşaraq, şaraq-şaraq. B, pırıl-pırıl, şırıl-şırıl. C və s. Məsnəvi formasında yazılsa da ancaq məsnəvi janrı deyil. Məsnəvi janrı deyil, çünki bu şeir heca vəznində yazılıb. Məsnəvi janrı da əruz vəzninə aiddir. Məsnəvinin həm forması var, həm janrı. Məsnəvi formasında qafiyələnsə də məsnəvi janrında yazılmayıb. Əsərdə bəzi misralar 12 hecadan ibarətdir. 12 hecadan ibarət olduğuna görə bölgüsü də 4 bölgüsündədir. Bəzi hecalar ancaq 8 hecadan ibarətdir. 8 hecadan ibarət olan misraların bölgüsü də 4 bölgüsündədir. Sonra əsərdə nə var? Əsərdə yağışın yağmasına insanın münasibəti təsvir olunmuşdur. İnsanın ovqatına təbiətin təsir göstərməsi, yəni yağışın yağması insanlarda müsbət, sevinç hissi aşılayır. Sevinç hissi yaradır. Məsələn, sonra bu şeirdə insanla təbiət vəhdətdə götürülmüşdür. Və şeirdə təkcə yağışın yağmasından söhbət getmir. Burada ildırımın, təbiət hadisəsi olaraq ildırımın şakıldamasına da toxunulub müəllif. Təsvir ifadə vasitələrindən istifadə olunmuşdur. Deyir ki, yağış yağır, rəqs eləyir gür damlalar. Yağış yağır, damlaların rəqs eləməsi insanlara aid xüsusiyyət köçürülüb yağış damlalarının üzərinə. Deməli, burada metafordan istifadə olunub. Sıra-sıra inci-inci nur damlalar, göydə iki qara bulud toqquşaraq ildırımlar şaqqıldayır şaraq-şaraq. Quşlar uçur yuvasına pırıl-pırıl, şırıldayır navalçalar şırıl-şırıl. Navalçalar da damların kənarında suların belə yığılıb axıntı ilə topa bir formada gəlib gölməçə kimi əmələ gələn hissəyə deyilir. Çaxnaşmada göy üzündə ildırımlar bir-birinə dəydi, baxın qaldırımlar. Yəni yağışın yağması, ildırımın çaxması, təbiət hadisələri burada ustalıqla əks olunub. Şeir beytlər formasındadır. Beytlər formasında olsa da adətən əruz vəznində olan əsərlər beytlər formasında olur. Beytlər formasında olsa da qəzəl qəsidi və yaxud da əruz vəzninin hər hansısa bir janrı deyil, qəzəl deyil, heca vəznində yazılıb çünki. İkilik şəklində yazılıb, lirik növdə yazılıb, qafiyə quruluşda dediyimiz kimi məsnəvi formasındadır. Mövzusu da təbiətin gözəlliyidir. Şeir tərənnüm əsasında yazılıb. Dedik ki, insanla təbiətin vəhdəti əsərdə əks olunub. Desələr ki, şeirdə məsəl üçün süjet xətti var, xeyr, şeirdə süjet xətti yoxdur. Yəni şeir süjetli, lirika nümunəsi deyil. Şeirdə bir neçə təbiət hadisəsinə müraciət var. Nəyə müraciət var? Təbiət ünsürlərinə müraciət var. Deyir ki, yağışa müraciət var. Yağ yağışım. Yağ sel ol yağ, sırma tel ol yağ. Yağ yağışım sellənərək, sıralanıb tellənərək. Zümzümənlə şirin dillən yağış, küçələrdə uşaq kimi verilən yağış. Deməli, yəni təsvir ifadə vasitəsi olaraq zümzümənlə şirin dillən yağışın dillənməsi nədir? İnsana aid xüsusiyyət köçürülüb yenə təbiət hadisəsinin üzərinə. Burada metafordan istifadə olunub. Küçələrdə uşaq kimi nədir? Təşbihdən istifadə olunub. Buralardan keçər çarpın, səma köksün kimi. Səma əslində burada vergil olmalıdır. Səmaya müraciət var. Ey ildırım, ildırıma müraciət var. Səs ver mənə, səsim kimi. Yağ ey yağış, fikrim kimi, hissim kimi. Uzaq yaxın çöllərə yağ, ölkələrə, ellərə yağ. Yağış yağır, rəqs eləyir, gür damlalar, sıra-sıra inci-inci nur damlalar. Şeirin
İlk iki misrası ilə son iki misrası eynidir. Təsvir ifadə vasitələrindən deməli bədii sual yoxdur, ancaq bədii xitablardan istifadə olunub. Yağışım, ildırım, yağış və səmaya müraciət olunmuşdur. Şeirdə nə təsvir olunub? Öz dəşindən yeni sözlər toxuyan, ayağını şaqqıldataraq oxuyan oğlan obrazı təsvir olunub. Baxaq, deyir ki, dönmələrdə durana bax, qaçana bax, qaldırımda o balaca oğlana bax. Özündən mahnılar düzür qoşuyur, öz-özündən yer mahnılar toxuyaraq, yəni öz-özündən mahnılar qoşuyur və ayağını yağışın yağdığı zaman ayağını şaqqıldadaraq oxuyur. Sonra burada təsvir olunub ürəyi səksəkədən xali olmayan gülə-gülə qaçan qız obrazı təsvir olunub. Gülə-gülə bir qız qaçır səkidən, ürəkciyi xali deyir səksəkədən. Deməli, həm qız obrazından, həm oğlan obrazına yer verilib, öz döşündən mahnılar toxuyub, ayağını şaqqıldadaraq qaçan oğlandır. Gülə-gülə səkidə qorxudan da qaçan və qorxudan da ürəyi əsən qız obrazına görmüş oluruq. Bəzi misralarda insana xas əlamətlər dediyimiz kimi yağışın üzərinə köçürülüb. Əgər desək ki, yağış yağarkən şeirində vətənpərvərlikdən söhbət gedir. Ümumiyyətlə, burada vətənpərvərlikdən, anadan söhbət getmir. Burada müəllif yağışın yağmasını çox ustalıqla təsvir eləmişdir. Dediyim kimi, yağışın yağması da insanların ovqatına müsbət planda təsir eləyir. Yəni, yağış yağmasından doğan sevinç hissini müəllif ustalıqla əks elətdirmişdir. Və bir də bu şeirdə təbiət hadisələrindən, yağışla yanaşı ildırımdan da söhbət eləyir müəllif. İldırımdan danışan lirik qəhrəman ildırımdan səsinə səs verməsini istəyir. Deyir ki, ildırıma müraciət eləyir, deyir, səs vermənə səsim kimi, səsinə səs verməsini istəyir. Yağışa müraciət eləyir, deyir ki, şirin-şirin dillən və uşaq kimi küçələrdə verilən yağışa müraciət eləyir. Və də deyir ki, ildırıma da deyir ki, mənim səsimə səs ver. Yağış yağarkən şeiri də bu qədər.